İndi mən klanın üzvü kimdir, o məsələni deyəcəm. Dostlar, bu qardaşımız ki, Emil bəy, Əmir bəy ki, mənə material atmışdı. Həmin materialı mən sizin diqqətinizə çatdıracağam. Redaktə elədiyim variantı. Mən 2014-cü ildən yazır vətəndaş, gömrük əməkdaşı, keçmiş. Mən 2014-cü ildən Gömrük Komitəsinin skanlaşdırma və TNV şöbəsinin rəisi olmuşam. Mənə məktub yazıb. Və bu adam məktubu yazandan sonra, bizim saytda dərc olunandan sonra adam Gömrük Komitəsi tərəfindən təhdid olunub, qorxudulub. Hələ məndə olan məlumata görə onu ora çağırıblar, ondan ifadə alıblar bizim əleyhimizə. Və bu da bunun müqabilində nə edib? Mənim telefonuma göndərdiyi materialları, səs yazını dərhal hamısını silib ki, işin üstü açılmasın. Və götürüb mənim poçtuma belə bir məktub yazıb ki, xahiş edirəm, mənim adımdan sizin saytda gedən materialı götürəsiniz, çıxardasınız. Mənim adımda, yəni mən xəbərim yoxdur burada. Halbuki adamın göndərdiyi namsız screenshotları var, adamın səs yazıları var, adamın hətta bilmədən, özü də bilmədən Telegram səhifəmizdə mənlə bağlı bir nəfər Vüqar Mahmudov adlı adamla yazışmaları var. Adamın hətta bizim videoların altında kommentləri var ki, onlar hamısı screenshot olub, götürübdür. Yəni adamı nətər qorxudublarsa, adam 100% geri çəkilir. 100%. Amma bu adamın dediyini bu gün mən niyə oxuyacağım burada? Çox ciddi faktlar var burada. Adam, yəni həmin gömrük əməkdaşı deyir, mən skanlaşdırma və TNV şöbəsinin rəisi olmuşam. Skanlaşdırma bilirsiniz, həmin o rengen aparatından gedir söhbət. Hansı ki, o aparat bizim Gömrük Komitəsinin postundan keçən narkotiki görməmişdi. Hətta proqram eləyir, nədir, verir ki, yəni mübarizə bu üsulda aparılmalıdır. Prezidentin sərəncamından sonra 10 gündən sonra eyni gündə həm buradan Biləsuvar gömrüyündən, həm də Naxçıvan gömrüyündən Türkiyə ərazisində narkotik keçib, biri Gürcüstanda tutulur, digəri Türkiyə ərazisində tutulur. Maraqlıdır ki, Gürcülər orada elan eləsələr də ki, gələn kimdir, amma Türk Ticarət Bakanlığı öz səhifəsində qısa şəkildə verir və orada dilucu, nə bilim, keçid məntəqəsini göstərir ki, çox adam da bunu türkçə kim gedib oxuyacaqdır. Amma Gürcüstan materialını kimlərsə tapıb bu gün üzə çıxardıb atmışlar ki, Gürcüstanda bu narkotik tutulur. Əslində Gürcüstan mətbuatını izləməsəydilər, onu da Türk mətbuatında olduğu üçün bilməsəydilər, nəticədə bu ikisi də rahat şəkildə keçib tutulsadılar və bu gün Azərbaycan gömrüyündə heç kəs ittiham olunmayacaqdı. Amma ittiham olunmalıdırlar. 50 milyon dollarlıq narkotik sənin qapından keçib və sənin xəbərin yoxdur. Eləcə də 400 min manatlıq psixotrop dərmanlar sənin qapından keçib, sənin xəbərin yoxdur. Eləcə də 270 min manatlıq psixotrop dərmanlar və digər məhsullar sənin gömrüyündən keçib, sənin xəbərin yoxdur. Kim çatır dostlar? Döşəyin içində narkotik keçir, sənin xəbərin yoxdur. Təkərin içində narkotik keçir, sənin xəbərin yoxdur. İndi niyə xəbər yoxdur? Bu adam, bu bizim şöbə rəisi Əmir qardaşımız deyir. 2018-ci ildən fikir verin ha, 2023-cü ildə təqaüdə çıxana qədər, yəni 2018-ci ildən 2023-cü ilə qədər təqaüdə çıxana qədər buradakı qanunsuzluqlarla çox mübarizə aparmışam deyə yazır. Hətta mənə şər ataraq korrupsiya idarəsinə verdilər. Ancaq Allah böyükdür. Verdikləri məlumatların heç biri öz təsdiqini tapmadı. Yəni, bu adam deyir ki, iddia edir ki, mən skan şöbəsində olmuşam, həmin şöbənin işini aparmışam və mənim etirazlarıma görə, deməli, işimi göndəriblər korrupsiya mübarizəsinə, korrupsiyada öz təsdiqini tapmadığına görə mən pensiya çıxmışam oradan. Gələn əsas məlumatlara, deyir qardaşımız, 2012-ci ildən Azərbaycanın bütün sərhədlərində rengen qurğuları qurulub. Bu sistemləri mərkəzi nəzarət sistemlərinə şəxsən mən quraşdırmışam və bütün görüntülər DMS deyilən bazaya avtomatik köçürülür. Yəni, DMS baza o deməkdir ki, arxivdən söhbət gedir. Çəkilən bütün məntəqələrdə, keçid məntəqələrində çəkilən bütün o video görüntülər və yaxud da şəkildə hamısı mərkəzdə arxivləşdirilir. Ki, sabahlarım Vüqar Tofiqoğlu deyəndə ki, orada narkotik keçibdir,
gətirsinlər, göstərsinlər ki, yalan deyirsən, belə bir şey olur. Və yaxud da deyəndə ki, qanunsuz mal keçirir, onu çıxarsınlar özdə məhkəməyə təqdim eləsinlər ki, belə bir şey yoxdur. Və yaxud da araşdırsınlar ki, həqiqətən də həmin vaxtı oradan qeyri-qanuni mal keçibdir. Amma bu sistem 2018-ci ildən işləmir. Fikir verin ha. Bu sistem 2018-ci ildən işləmir. Mən işlədiyim dövrdə dəfələrlə bu haqda raport yazmışam, ancaq baxan olmayıb. Deməli, arxivləmə yoxdur. Arxivləmə yoxdursa, sabahlarım hər hansı bir baş verən hadisəni biz necə sübut eləyəcəyik? Bax, bu qarşı müəmmalıdır. Bu sual altında. Gömrükdə 2018-ci ildən bir neçə mafiya var, yazır. Onlar üçün Şahin Bağırovu aldatmaq asan işdir. Yəni, adam Şahin Bağırovu rüşvətxorluqda, korrupsiyada günahlandırmır ha. Şahin Bağırov günahlandırır ki, Şahin Bağırov naivn insandır, aldanan bir insandır. Yəni onu aldatmaq çox asandır. Rahatdır aldatmaq. Hal-hazırda bu şöbəyə cavabdeh əslən Zəngilandan olan Amid İsmailoğlu şəxsdir. O özünü Şahinin, yəni Şahin Bağırovun adamı kimi aparır. Ancaq realda Bəhruzun adamıdır. Deyəcəyim odur ki, gömrükdən telefon keçirmək dənizdə bir damladır. Mən o gün telefonla bağlı danışanda bu mənə deyir ki, telefon keçirmək dənizdə bir damladır. Rengenlərə nəzarət olmadığından və işlək vəziyyətində olmaması səbəbindən ölkə sərhədlərinin tam nəzarətsiz olduğunu deyə bilərik. İddiadır bu. Mən buradan Şahin Bağırova səslənirəm. Şahin müəllim, komissiya yaradılmalıdır. Bu adamların dedikləri birə-birə yoxlanılmalıdır. Əgər təsdiqini tapacaqsa, məsul şəxslər məsuliyyətə cəlb olunmalıdır. Yoxsa Vüqar Tofiqoğlu'nun üstünə gəlmək lazım deyil. Vüqar Tofiqoğlu Kan şöbəsinin müdür rəisi olmayıb. Hürriyyət qəzetinin baş redaktorudur. Mən ki bu problemləri açıram ha, sizin borcunuz bunu düzəltməkdir. Sizi ora təyin edən prezident təyin eləməyib, siz gəlib burada kef eləyəsiniz. Kresloda oturasınız, yellənəsiniz belə, televizorda qoyasınız, qabağınıza vurasınız, gündə bir kinoya baxasınız, bilməm nə eləyəsiniz. Prezident sizi oraya qoyub ki, siz bu qurumu idarə eləyəsiniz. Problem bundadır. Siz idarə eləmirsiniz. Yəni, bu qardaşın dediyini anlaşılır ki, sizi hər kəs rahat şəkildə aldada bilir. Siz aldanırsınızsa, deməli onda rəhbər olaraq yerində deyilsiniz. Siz yerinizdə deyilsinizsə, mən sizin yerinizdə şəxsən istifa verərdim. Gedərdim cənab prezidentin qəbuluna, deyərdim ki, cənab prezident, mən artıq bu işin öhdəsindən gələ bilmirəm. Mənim ətrafımda bir çəmbər formalaşıb, məni hesaba qoymurlar. Hər kəsin özü-özünə gömrük sədridir. Xahiş edirəm məni ya işdən uzaqlaşdır, ya da bu adamları uzaqlaşdır. Mənə şərait ver, mənə imkan ver ki, mən bunlara qarşı mübarizə aparım. Baxmayaraq ki, prezident sənə o imkanı verib. Əlində onun imkandan istifadə eləmirsənsə, bu nə prezidentin günahıdır, nə də sənin üstündə olanların günahı. Bu sənin öz günahındır. Ki, sən bunu eləməlisən, eləmirsən. Ona görə də qaçaqmalçılar öz işlərini görürlər. Qaçaqmalçılar öz işlərini görürlər. Əsas da kargolar. Maşın başına pullar yığılır. Bu pullar da çox güman ki, sahibinə çatır. Bu sahib kimdir? Bunu Şahin Bağırov dəqiqləşdirməlidir. Əgər bu Şahin Bağırovun özü deyilsə, o sahibi tapmalıdır. Tapıb prokurorluğa verməlidir. Deməlidir ki, bu özünü burada sahib kimdir? Baxmayaraq burada sahib mənəm, amma sahib budur deyər. İndi xahiş edirəm, çəkin bunu ortalığa, bunu sənətin yoxlan görün. Bu sahibdir yoxsa yox? Yəni, hazırda gömrükdə Şahin Bağırovun başı gömrüyə aid olmayan başqa yarışmalara, ətrafına yığdığı başqa proyektlərə qarşı. Ancaq mən dediyim sistemin işləməməsi bütün qaçaqmalçılara gömrükdə olan çətələrin, mafiyaların marağındadır. Çünki əgər maşın sərhəddən keçdisə, şəklini silirlər. İstədikləri kimi də bəyan eləyirlər. Yəni, bir tır qızılı, bir tır buğda kimi yazmaq əllərindədir. Nəzarət yoxdur çünki. Eşidirsiniz Şahin müəllim? Xahiş edirəm, bunlar diqqət eləyin, nə bunlara? Və burada da yalan yoxdur. Həmin o Naxçıvanlı oğlan burada müsahibə verəndə o açıq şəkildə dedi ki, mən filan kəslərin əli ilə mal keçirdirəm və hər avtobusda, hər skanda oturan adamın 4 nəfər adamı var. Yəni, onlar İrandan küllü miqdarda mal gətirirlər. Hətta mən burada sual verdim Şahin müəllim. Sual verdim ki, qada, sən narkotik də gətirə bilərsən, silah da gətirə bilərsən, eləmi? Mənə bir söz demə, dedi ki, yox müəllim. Mən narkotik də gətirə bilərəm, silah da gətirə bilərəm, raket də gətirə bilərəm. Hər şey gətirə bilərəm. Çünki skanda oturan mənlə işləyir. Mən ona haqq hesab verirəm. O gözün yumur. Keçdik silinir, keçdi silinir. Bunlar araşdırılmalıdır. Bir daha deyim ki, Çinlə
Türkiyədən gələn kargolarda milyardlarla pul yeyilir. Bu uzun illərdir davam edir. Amma Şahin Bağırov sədr gələndən sonra qaçaqmalçılıq daha da genişlənib. Yəni daha da genişlənib o deməkdir ki, bizim Əmir qardaş deyir ki, yəni bundan qabaqçı sədrin də dövründə o şeylər var idi. Şahin Bağırovun fəaliyyəti araşdırılsa, bəlkə də çox şeylər ortaya çıxar. O özünü rüşvət almayan adam kimi təqdir edir. Amma belə deyil. Sadəcə bu adamın pul xərcləməklə arası yoxdur. Ona görə də adı hallanmır. Amma yaxşı imkanları var. Şahin Bağırovun yaratmaz fəaliyyəti səbəbindən heç kim gömrükdə işləmir. Sadəcə vaxt öldürürlər. Onsuz da bütün vicdanlı, şərəfli kadrlar işdən qaçıb. Mən indi burada gömrük əməkdaşlarının belə təqdim olunmasını istəmirəm. Vicdanlı yox. Kimlər ki, bunların qılıncın altında işləmək istəmirdilər, onlar istifaya gediblər. Yoxsa bunu deməyin. İndi belə çıxır ki, onda gömrükdə olanlar indi hal-hazırda qalan vicdansız insanlar. Qətiyyən belə bir şey, bu ifadənin işlənməz düz deyil, yanlış deyil. İndi mən bunu da tapşıracağım, bu sözü də oradan, bu ifadəni oradan çıxarsınlar. Çünki bu da bir yanlış ifadədir. Gömrükdə kifayət qədər, nəinki gömrükdə, bütün dövlət qurumunda şərəfi, ləyaqəti, vicdanı olan kifayət qədər insanlar var. Ki, bu insanları biz burada ümumiləşdirib hamısını eyni o adamların cərgəsinə qoşa bilmərik. Qalanları isə məcburiyyət qarşısında qalıb işləyirlər. Gömrüyün daxili təhlükəsizlik idarəsində araşdırmaların heç biri düzgün aparılmadığından heç bir fakt da üzə çıxmır. Həmin daxili araşdırmanı isə yoxlayan yoxdur. Bir sözlə, gömrükdə olan faktlara aylarla danışsaq bitməz. Bu adam Paypuşu çox sevir. Hətta kim ezamiyyətə gedirsə, onun yanına əliboş qayıtmır. Yəni, hədiyyə sevəndir, ola bilər. Burada elə şey yoxdur. Bu fakt yoxlanılsın, ciddi bir faktdır. Lazım olmayan, yəni demək istədiyim odur ki, nə Şahin Bağırov, nə də ətrafı təmiz adam deyirlər. Sadəcə özlərini elə tanıdırlar. Azərbaycan dilində doğru düzgün bilmirlər. Bu yaşda olan adamın bir nəfər belə dostu yoxdur. Mənim bildirdiyim əsas məlumat odur ki, bir daha qeyd edirəm. Tırları yoxlayan skanların mərkəzi bazası 2018-ci ildən işləmir. Daha doğrusu 16 iyun 2018-ci il tarixdən. Bu səbəbdən də yoxlanılan maşınların rentgen görüntülərinə təkrar nəzarət etmək mümkün deyil. Bu qədər açıq və net. İndi gəlin biz bunu şər adlandıraq, böhtan adlandıraq və deyək ki, biz böhtan atmışıq, çıxaq sizdən üzr istəyək. Qardaş, açıq və net. Adam bu məsələ ilə bağlı dəfələrlə məruzə edib. Ərzə yazıb ki, qardaş, bu işləmir baza. Gəlin bunu düzəldək. Yeri gəlmişkən, Azərbaycandan keçən narkotik vasitə Gürcüstanda 3 dəfə tutulub. İlk dəfə 8 tondan yuxarı idi. İkinci 2018-ci ildə 230 kiloqram eroin. Üçüncü də son tutulan 200 kiloqram eroin. İkisi mən işlədiyim müddətdə keçib. 800 ton narkotiki Bakı Gömrük İdarəsinin müşayiəti ilə yola salıblar. Çox ciddi şeylərdir bunlar. Bunlar yoxlanırlarsa nə qədər adamın başı ağrıyacaqdır, bunu bir Allah bilir. Digər 230 kiloqram keçəndə isə rentgendə işləyənlər özlərini qorumaq üçün maşına işarə qoymuşlar. Yəni, işarə nədir? Orada qırmızı şey qoyurlar ki, yəni şübhəli məqama yoxlanılmalıdır. Necə ki, o gün Biləsuvardan keçən o 200 kilo ilə bağlı. Orada da işarə qoyublar əməkdaşlar. Halbuki rentgendə narkotik aşkar görünürdü. Hətta bunu rentgendən başı çıxmayan adam belə rahat şəkildə tapa bilərdi. Təbii ki, tapa bilərdi. Gürcünün rentgeni yoxudur. Gürcü çıxdı, yoxladı. Bu faktla bağlı raport yazmağıma baxmayaraq heç bir tədbir görülmədi. Bu hadisə baş verən zaman Şahin Bağırov sədr müavini vəzifəsində çalışırdı. Mənim strukturuma rəhbərlik eləyirdi və cavabdeh şəxs o idi. Sonda onu deyim ki, Bağırovdan qorxmağa dəyməz. Ancaq Bəhruz müəllim təhlükəlidir. Şahin Bağırov başqasının əl ilə adama pislik edir. Onun metodu budur. Amma Bəhruz ondan ehtiyatlı olur deyə qardaşımız yazır. İndi mən Naxçıvanla bağlı məsələni oxuyacağım. Naxçıvandan Türkiyəyə aparılan küllü miqdarda eroin Dilucu gömrük məntəqəsində ələ keçirilibdir. Əslində bu Naxçıvan gömrüyü ilə bağlı da ciddi araşdırma aparılmalıdır. İstər Naxçıvan təhlükəsizliyi, istər Naxçıvan prokurorluğu bu məsələnin üzərinə getməlidir. Bu gün Naxçıvan gömrüyündə baş verənlər açıq və net şəkildə ortadadır, qardaş. Cəmaatın gətirdiyi 2 kilo yağ, 3-5 toyuğu əlindən alıb atmaqla deyil.
Bu gömrükçülük deyil. Bu vətəndaşı sinsitməkdir, incitməkdir. Vətəndaşın cibinə girməkdir. Bax, əsas bununla məşğul olmalısınız ki, onunla da olmursunuz. Girucu gömrük məntəqəsini ələ keçib. Türkiyə kivlərinin istinadən Hürriyyət az xəbər verir ki, dəyəri 10 milyon TL, yəni 410 min AZN olan narkotik İğdır Girucu Gömrük Mühafizə, Qaçaqmalçılıq və Kəşfiyyat Müdürlüyü əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində aşkar olunub. Məlumata əsasən narkotiklər Azərbaycan Respublikasına məxsus 23 BM 910-75-ZA 119 dövlət nömrə nişanlı qoşqulu yük maşınının ehtiyat təkərində gizlədilmiş. Rəsmi açıqlamaya əsasən gömrükçülər tərəfindən yük avtomobilində aparılan risk analizi zamanı şübhəli maddə olduğu bilinib. Gömrük mühafizə qrupları maşının rentgen müayinəsindən keçirdikdə içərisində şübhəli konsentrasiyaları aşkar edilibdir. Daha sonra həmin əraziyə gətirilən narkotik detektoru olan it yük maşınına reaksiya verib və nəticədə ətraflı axtarış aparılıb. Bundan sonra yük maşının ehtiyat təkərinin içərisində alüminium falqaya bükülmüş 5 ayrı çanta tapılıb. Çantada ümumi çəkisi 4,980 qram, təxminən yəni 5 kiloqram eroin olduğu müəyyən edilib. Müsadirə edilən narkotiklərin hazırki bazar dəyərinin təxminən 410 min manat olduğu təxmin edilir. Narkotikin İrandan gətirildiyi və Naxçıvan üzərindən Türkiyə keçirməsinə cəhd olunduğu bildirilir. Eyni prosesdir. Biləsuvardan gəlib Qədərəkdən keçir, Biləsuvardan gəlib Qırmızı Körpüdən keçir, Sulfa gömrüyündən gəlib Sədərək gömrüyündən keçir. Əslində bu bizə onu deməyə əsas verir ki, hər iki əməliyyat eyni gündə keçirildiyinə görə hər iki əməliyyatın başında duran adamlar eyni adamlardılar. Çox maraqlıdır ki, dediyim kimi, hər iki narkotik deməli, aşkarlanması prezidentin sərəncamından təxminən 10 gün sonra baş verir. 10 gün sonra. Bu çox ciddi, önəmli bir şeydir. İnşallah bunu yəqin ki, araşdıracaqlar. Məlum hadisədən sonra yük maşının sürücüsü, xarici ölkə vətəndaşı AM, orada demirlər kimdir? Avtomobilin sahibi ZI narkotik qaçaqmalçı ittihamı ilə saxlanılıb. Onlar məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilirlər. Çox maraqlıdır ki, Türkiyə, eləcə də Gürcüstan adları açıqlamır. Amma əslində adlar açıqlanmalıdır dostlar. Adların açıqlanmaması çox ciddi bir məsələdir.